Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda 6-cı sinif Azərbaycan dili dərsliyində səhifə 34-də yerləşən mətnlərin izahlarını sizlər üçün paylaşacağım. Daha doğrusu 34-cü səhifədən etibarən olan izahlardır. Burada bizi ilk olaraq dinləmə mətni qarşılayır və ardınca rozet daşının sirri mətnin bir-bir bütün suallarının yazılı formada izahlarını isə göstərəcəm. İzaha keçmədən öncə kanala abunə olmağı unutmayın. Abunə olun. Ətrafınızdakı sinif yoldaşlarınızla, həmçinin olduğunuz WhatsApp qruplarında paylaşın ki, daha çox insan, daha çox şagird bu videolardan faydalana bilsin. Vaxt itirmədən keçək izahlara. Başlayaq. Birinci dinləmə mətnindən. Dinləmə mətnini Trims Edu'dan hər kəs dinləyə bilər. Dinlədikdən sonra ilk tapşırığımız burada B-dədir. Deyir, götürdüyünüz qeydləri yaddaş xəritəsi üzrə qruplaşdırın. Dünya dillərinin sayı, yox olmuş dillər, dillərin yox olma səbəbləri nə etməli? İndi B, 1B-nin cavabı belə qeyd olunur. Dünya dillərinin sayı ilkin olaraq 7000-dən çox qeyd edirik. Sonra yox olmuş dillər ikinci kateqoriyaya nə yazırıq? Latın dili, qədim Yunan dili, Şumer dili, qədim Misir dili, Maya dili, Sanskrit adlanan qədim Hind dili və s. Sonra üçüncü bənddə dillərin yox olma səbəbləri, bu haqda nə yazırıq? Dillərin yox olma səbəbləri, xalqın öz əlifbasının, yazı mədəniyyətinin olmaması, başqa xalqların əsarətində uzun illər yaşamaq və s. Və sonuncu, nə etməli hissəsində nə qeyd edirik? Dövlət və vətəndaşlar təhsilin, elm və mədəniyyətin həmin dildə inkişaf etməsinə çalışmalıdırlar. Bu formada ilk tapşırığımızın cavablarını qeyd edirik. Sonra mətnin məzmunundan çıxış edərək tarixə qovuşmaq ifadəsini izah edin. C bəndəki tapşırıq. Mətnin məzmunundan aydın olur ki, bir neçə xalqın dili uzun bir tarixi dövrdən sonra unudulmuş sıradan çıxmışdır. Həmin istifadə edilməyən dillər haqqında yalnız tarixi sənədlərdən məlumat ala bilərik. Vaxtilə mövcud olmuş hər hansı bir anlayış haqqında tarixə qovuşmaq ifadəsi işlədilir. Bu formada C bəndində qeyd olunan tapşırığın izahını yazacağıq. Daha sonra keçirik C-yə. Sizcə tarixçilər qədim dövlətlər və xalqlar haqqında məlumatları necə əldə edirlər? Qədimdə mövcud olmuş dilləri və əlifbaları öyrənmək nə üçün vacibdir? C bəndəki tapşırığa keçirik. Deməli, qeyd edirik bu formada. Tarixçilər qədim dövlətlər və xalqlar haqqında məlumatı arxeoloji qazıntılar, qədim dövr ədəbiyyatı, tarixnamələr, məbədlər, qalalar, muzeylər, arxivlər, kitabxanalar vasitəsilə əldə edirlər. Bu, necə əldə edirlər? İlk sualın doğru cavabıdır. Daha sonra davam edirik. Deyir ki, mövcud olmuş dilləri və əlifbaları öyrənmək nə üçün vacibdir? Bu sualın cavabına. Qədim dillər və əlifbalar sayəsində tarixi, mədəni və dini mənbələrə daha yaxından nəzər salmaq mümkündür. Fərqli əlifbaların və dil strukturlarının öyrənilməsi dilçilik elmi üçün mühüm material təşkil edir. Qədim dilləri öyrənmək həm də bu dillərdə yazılmış ədəbiyyat əsərlərini dəyərləndirmək imkanı verir. Bundan əlavə bu dillərin öyrənilməsi arxeoloji qazıntılar və tarixi araşdırmalar zamanı faktları aydınlaşdırmaq üçün mühüm əhəmiyyət kəsb edir. Yəni, bir neçə aspektdən bizim üçün önəmlidir. C bəndəki tapşırığı da bu formada qeyd edirsiniz. Sonra rozetta daşının sirri. Bu mətni oxuyacaqsınız və mətni oxuduqdan sonra söz boğçasına burada fikir veririk. Papirus, istehkam, qərargah, şərqşünas, lingvist, təyinat, müəssər olmaq. Onun ardından gəlirik söz ehtiyatı qeyd olunur. Baxın, şərqşünas, misirşünas sözlərində şünas şəkilçinin funksiyasını izah edin. Bu şəkilçini çığ şəkilçisi ilə müqayisə edin. D bəndi. Biz ona belə cavab yazırıq. Şərqşünas, şərq ölkələrinin tarixini, iqtisadiyyatını, mədəniyyətini, dillerini və s. öyrənən adam. Misirşünas, Misirin tarixini, iqtisadiyyatını, mədəniyyətini, dillerini öyrənən adam. Yəni, şünas şəkilçisi burada eyni məzmunlu şəkilçidir. Şünas şəkilçisi çığ şəkilçisi ilə yaxın mənalı sözlər əmələ gətirir. Xalçaçı, xalçaşünas, musiqiçi, musiqişünas bunlara nümunə ola bilər. Bu formada cavablandırırıq. Sonra gəlirik Y-yə. Mətndə altından xətt çəkilmiş cümlələri oxuyun, aşağıdakı sxemlərə uyğun cümlələr qurun. Altından xətt çəkilmiş cümlələri əvvəlcə müəyyənləşdiririk. Görək hansı cümlələrdir onlar. Deməli, burada birini gördüm. Hierogliflərin sirrini açmaq heç kəsə müəssər olmadı. İkinci cümlədə
mətni bu yolla oxumağa müvəffəq olmadı. İki tip cümlə var. Kim nəyə müvəffəq oldu, nə kimə müyəssər oldu. Bu formada bir tapşırıqdır. Biz də yazırıq. Y bəndi. Əsgərlərimiz Qarabağı azad etməyə müvəffəq oldular. Kim? Əsgərlərimiz. Bax, birinci kim sualına cavab verən hansı sözdür burada? Əsgərlərimiz. Nəyə nail oldular? Qarabağı azad etməyə müvəffəq oldular. Sonra deyir ki, nə? Qalibiyyət. Kimə? Xəbərini vermək mənə müyəssər oldu. Nə müyəssər oldu? Daha doğrusu qalibiyyət xəbərini vermək kimə? Mənə müyəssər oldu. İki tip ayrı-ayrı cümlələri qeyd edirsiniz bu formada. Keçirik növbəti tapşırığa. Mətndən seçilmiş cümlələrdə məcazi mənalı söz və ifadələri müəyyən edin. Gəlirik 2-nin A-sına. Deməli, Misir dili və hieroqlifləri tədricən tarixin yaddaşından silindi. Tarixin yaddaşı. Tarixin yaddaşı təbii ki olmaz. İnsanın yaddaşı ola bilər. Burada məcazi mənalı ifadədir. Rozetta daşı onun sirrini açacaq insanın yolunu gözləməkdə idi. Yolunu gözləmək. Burada məcazi mənalı ifadədir. O, rozetta daşının yazısı üzərində baş sındırırdı. Baş sındırmaq məcazi mənadır. Şampolyonun özünə inamı sarsılmışdı. İnamı sarsılmaq məcazdır. Baxışları rozetta daşının surətinə tuşlandı. Baxışları tuşlanmaq məcazdır. Yəni 2-nin A bəndindəki tapşırığı bu formada qeyd eləyəcəyik. B bəndə nə deyir? Bəs mətndə göy rənglə verilmiş hissəni bir daha oxuyun. Şampolyonun hiss həyəcanı ifadə edən cümlələri və durğu işarələrini müəyyən edin. Göy rənglə verilmiş buradır, maraqlıdır. Nəyə görə burada sözlərdən bəziləri haşiyəyə alınıb? Yəqin ki, bunlar çox hörmətli adamların adlarını ifadə edir. Aha, qədim Yunan yazısında Misir fironu Ptolemeyin adı çəkilir. Tutaq ki, bu ilk 4 işarə P, T, O, L hərfləridir. Bunlar isə özüdür ki, var. Bax, bu haşiyədəki sözdə də həmin hərflərdən bəziləri təkrar olunur. Aman Allah, bu ki, Kleopatranın Ptolemeylər sülaləsinin sonuncu qadın hökmdarının adıdır. İndi gəlin görək 2-nin B bəndində nə deyir? Cavab olaraq nə qeyd edirik? Maraqlıdır. Nəyə görə burada sözlərdən bəziləri haşiyəyə alınıb? Yəqin ki, bunlar çox hörmətli adamların adlarını ifadə edir. Aha, qədim Yunan yazısında Misir fironu Ptolemeyin adı çəkilir. Tutaq ki, bu ilk 4 işarə P, T, O, L hərfləri, bunlar isə özüdür ki, var. Bax, bu haşiyədəki sözdə də həmin hərflərdən bəziləri təkrar olunur. Aman Allah, bu ki, Kleopatranın Ptolemeylər sürəsi sonuncu qadın hökmdarının adıdır. Biz bu formada yazırıq. Şampolyon hiss və həyəcanı ifadə edən cümlələri seçdik, qeyd elədik və durğu işarələrini də bu cümlə tərkibində olduğu kimi yazmışıq. Siz də yazdığım cümlədən götürüb durğu işarələrini, yəni bu B bəndəki cümlələri olduğu kimi qeyd eləyə bilərsiniz. Keçək növbəti sualımıza. Nə anladın? Mətndə verilmiş məlumatlardan istifadə edərək aşağıdakı suallara cavab verin. 1. Şampolyon neçənci ildə anadan olmuşdu? Rozetta daşı tapılanda Şampolyonun neçə yaşı var idi? Şampolyon neçənci ildə tarix üzrə professor adını almışdı? Deməli, Şampolyon neçənci ildə anadan olmuşdu? Bu bizim ilk sualımızdır. 1822-ci ildə 32 yaşı var idi. Mətndə qeyd olunub. Deməli, 1790-cı ildə doğulub. Artıq doğulduğu tarixi müəyyənləşdirdik. Bu formada yazırıq. Rozetta daşı tapılanda Şampolyonun neçə yaşı var idi? Mətndə qeyd olunur ki, Rozetta daşı 1799-cu ildə tapılıb. 1790-cı ildə Şampolyonun doğulduğunu müəyyənləşdirdiksə, deməli, onun neçə yaşı olub? 9 yaşı olub. Üçüncü sualda Şampolyon neçənci ildə tarix üzrə professor adını almışdı? 19 yaşında aldığı qeyd olunub. O da 1790-da doğulub. Üstü 19 yanında eləyir 1809-cu ildə professor adını alıb. Demək ki, biz bu formada hər 3 sualın doğru cavabını qeyd eləyəcəyik. Mətndən tarixçilər və dilçilər üçün maraqlı olan məlumatları seçin. Baxaq, tarixçilər üçün məlumat. Bu formada yazırıq. 1799-cu ilin avqust ayı Misir, İskəndəriyyə yaxınlığındakı Rəşid şəhərində ordu generalı Napoleon Bonapartın əmri ilə fransızlar Misir uğruna gedən müharibədə türklər və ingilislər döyüşə girməyə hazırlaşırlar. Bu bir tarixdir. Yəni tarixçilər üçün deyirsə biz tarixləri qeyd edirik. Sonra 1801-ci ildə
Fransızlar Misir uğruna gedən döyüşlərdə İngilis ordusundan məğlub oldular. Onların Misir səfərində ələ keçirdikləri bütün qənimətlər ingilislərə təhvil verildi. Yenidən bir tarix var. 1802-ci ildə Rosetta daşı Britaniya müzayinə verildi. Bu tarixçilər üçün olan faktlar idi. İndi dilçilər üçün olan maraqlı məlumatları qeyd edirik. Dilçilər üçün yazırıq. Rosetta daşının üzərində Misir heroqlifləri və qədim Yunan əlifbası ilə yazılmış mətnlər var idi. Bir çox alimlər daşın üzərindəki yazıların sirrini açmağa çalışdılar, lakin qədim Yunan dilində yazılmış mətni oxumaq mümkün olsa da, heroqliflərin sirrini açmaq heç kəsə müyəssər olmadı. Şampollion əvvəlcə hər bir heroqlifin bir səsi bildirdiyini əsas götürərək bu işarələrin sirrini açmağa cəhd etdi. Amma mətni bu yolla oxumağa müvəffəq olmadı. Onda qərar gəldi ki, araşdırmalarını bir işarə, bir söz prinsipi ilə davam etdirsin. Lakin bu da öz nəticəsini vermədi. Birdən Şampolyonun ağlına bir fikir gəldi. Bəlkə qədim Misirlilərin yazısında hər bir heroqlifin 2 təyinatı var. Bəlkə heroqliflər bəzən bütöv sözü, bəzi məqamlar isə yalnız bir hərf ifadə edir. Yəhudi və ərəb əlifbalarında saat səsləri bildirən hərflər yoxdur. Ola bilər ki, qədim Misir yazılarında da belədir. Baxışları rozet daşının bu birinci hissə idi. Baxışları rozet daşının surətinə tuşlandı. Maraqlıdır. Nəyə görə burada sözlərdən bəziləri haşiyə alınır? Fikir versiniz, dilçiliyə aid sözdən danışır, mətndən danışır, yazıdan danışır. Yəqin ki, bunlar çox hörmətli adamların adlarını ifadə edir. Aha, qədim Yunan yazısında Misir Fironu Ptolemeyin adı çəkilir. Tutaq ki, bu ilk 4 işarə P, T, O, L hərfləridir. Bunlar isə özüdür ki, var. Bax, bu haşiyədəki sözü də həmin hərflərdən bəziləri təkrar olunur. Aman Allah, bu ki, Kleopatranın adıdır. Qədim Misir heroqlifləri ilə yazılmış ilk 2 söz oxundu. Ptolemey və Kleopatra. Qısa müddətdə Şampollion digər heroqliflərin də sirrini açdı. O artıq heroqliflərlə yazılmış mətnləri daha rahat oxuya bilirdi. Bununla da Şampollion tarix və dilçilik elmində vacib kəşf etdi. Bu da dilçilər üçün maraqlı olan məlumat idi. Bu formada yaza bilərsiniz. Düşün və cavab ver rubrikasında C bəndi. Rozet daşının sirri mətni yazmaqda müəllifin əsas məqsədi nədir? Cavabınızı əsaslandırın. A. Mühüm arxeoloji tapıntı haqqında məlumat vermək. Heroqliflərin sirrinin necə açıldığı barədə məlumat vermək. Jean-François Champollionun xarakterini açmaq. İxtira və kəşflərin böyük zəhmət hesabına başa gəldiyini göstərmək. Biz C bəndinə yazırıq ki, Rosetta daşının sirri mətnini yazmaqda müəllifin əsas məqsədi heroqliflərin sirrinin necə açıldığı barədə məlumat verməkdir. Mətndən öyrənirik ki, Champollion Rosetta daşının sirrini açmaq üçün gərgin araşdırma aparmış, müxtəlif üsulları yoxlamış, nəhayət yazıların sirrinin açılmasına müvəffəq olmuşdur. Deməli, biz nə yazırıq? Əsas səbəb nə idi? Heroqliflərin sirrini açmaq idi. Məqsəd heroqliflərin sirrinin necə açıldığı barədə məlumat verməkdir. B variantı. Debat. D bəndi. Rosetta daşının sirri mətninin növünü müəyyən edin. Birinci qrup Rosetta daşının sirri bədii mətindir. İkinci qrup Rosetta daşının sirri qeyri-bədii mətindir. Belə bir tapşırıq verilib bizə debat. Biz bu debatda necə yazacağıq? Qeyd edirəm burada. Mətnin, ümumiyyətlə deyək ki, aşağıdakı mətni oxuyun və məlumatların verilmə tərzini Rosetta daşının sirrinin mətni ilə müqayisə eləyin. Rosetta daşının sirri mətni informativ xarakterli olsa da, bədii mətnə məxsus dil, üslub xüsusiyyətləri də özünü göstərir. Yəni, əsas informativdir, amma bədii mətnə də uyğun xüsusiyyətlər özündə var. Birinci qrup deyir ki, Rosetta daşının sirri bədii mətindir. Mətnin birinci və ikinci hissəsinin girişində və hadisələrin detallı təsvirində bədii üslubun elementlərindən istifadə olunub. Mətnin dilində məcazi mənalı sözlər, frazeoloji ifadələr yer alır. Şampolyonun axtarışları zamanı onun hiss həyəcanı təsvir olunur və s. Birinci qrup debatı belə deyildi, debatın ilk qrupu bu formada arxasına dayanacaq, təsdiqləyəcək. İkinci qrup da deyəcək ki, Rosetta daşının sirri qeyri-bədii mətindir. Mətn tarixi faktlarla zəngindir, hadisələr xronoloji ardıcıllıqla təsvir edilir. Baş qəhrəman və ya digər obrazlar yoxdur. Bu da ikinci qrupun öz aspektindən yanaşında doğru fikridir. Yəni, hər ikisi əslində debatın mövzusunadır. 2 dənə doğru fikir var və ya 2 dənə yanlış fikir var. Hər iki tərəf onun doğruluğunu və ya yanlışlığını isbat eləməlidir, sübut eləməlidir. Yəni, birinci qrupdasınızsa və ya ikinci qrupdasınızsa bu formada öz cavabınızı qeyd edə bilərsiniz. Keçirik daha sonra üçüncü tapşırığa. Hiperonim və hiponim. Göy rənglə verilmiş sözləri hansı sözün köməyi ilə izah etmək olar? Heroqlif, hərf, simgə, smailik.
Burada söhbət hiperonim və hiponimdən gedir. Gəlin əvvəlcə yadda saxla hissəsini oxuyaq. Deyir ki, sözün aid olduğu ümumi məna hiperonim adlanır. Məsələn, kirpi sözünün ümumi mənası hiperonimi heyvandır. Hiperonimə aid olan sözlər isə hiponimlərdir. Məsələn, kirpi, inək, ceyran, pələng bunların hamısı heyvan hiperoniminə aid olan hiponimlərdir. Yəni hiponim kiçik, hiperonim geniş anlayışdır. Tutaq ki, başqa bir hiponimləri saysam, insan, bitki, heyvan, bunların üçünü birləşdirən ümumi cəhətdən canlı olmaları. Canlı artıq onun hiperonimidir. Yəni bunların daha geniş anlayışıdır. Baxın, indi nümunə kimi qeyd eləyir. Baxın, heyva, alma, ərik, şaftalı. Bunların hamısı meyvələrdir. Meyvə özü hiperonimdir. Bu ifadələr isə hiponimlər adlanır. Və ya daha bir örneği var. Xiyar, soğan, biber, kartof bunlar tərəvəzin növləridir. Deməli, tərəvəz sözünün özü hiperonimdir. Xiyar, soğan, biber, kartof da hiponimlərdir. Yəni, daha kiçikləri hiponimlərdir. Ümumi anlayış, geniş anlayış olan isə hiperonim olur. Digər sözünü də verib, baxın, burada deyir ki, sözü izah etmək üçün çox zaman hiperonimdən istifadə olunur. Məsələn, avtobus sərnişin daşımaq üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi. Deməli, hieroglif, hərf, simgə, smaylik. Bunlar hiponimlərdir. Biz buna uyğun hiperonimini nə tapa bilərik? Söz, məna, işarə, səs. Hieroglif, simgə, smaylik. Simgə, smaylik söz deyil. Deməli, sözü çıxıram. Hieroglif, simgə, smaylik, hərf bir məna ifadə eləmir. Mənanı çıxıram. Hieroglif işarədir, hərf də işarədir, simgə də işarədir, smaylik də işarədir. Hamısı bir işarədir. Deməli, burada cavab işarə olacaq. Səs, hieroglifdə məsələn səs yoxdur, onda çıxıram. Yəni, hər dördünün burada ortağı olacaq işarə. Davam edirəm digərindən. Deyir, verilmiş sözlər arasında hiponimləri müəyyən edin və hiperonimlər üzrə qruplaşdırın. Mebel, qohum, əmək aləti, bədən üzvü, geyim. Deməli, biz hiponimləri müəyyənləşdiririk burada. Masa, stol, dolab, kreslo, divan, mebellərdir bunlar. Mebel hiperoniminə aiddir. Mebelə hansılar aiddir? Masa, stol, dolab, kreslo, divan bunlar. Daha sonra qohum hiperoniminə aiddir. Dayı, xala, bibi, baba. Sonra əmək aləti hiperoniminə aiddir. Kəlbətin, çəkic, mişar, rəndə. Bədən üzvünə aiddir. Ayaq, qol, çənə, çiyin. Geyimə aiddir. Köynək, palto, don, papaq. Bu formada siz də öz cavablarınızı qeyd edə bilərsiniz. Verilmiş açar sözlərin köməyi ilə hökmdar hiperoniminə aid olan hiponimləri izah edin. Firon, padşah, çar, kral. Biz yazırıq burada. Firon, qədim Misir dövlətini idarə edən hökmdar. Qədim Misir dövləti idarə edən hökmdar. Padşah, yaxın və orta şərq ölkələrində dövləti idarə edən hökmdar. Bu formada. Çara nə yazdı? Rusiya və Sovet dövrünə qədər idarə edən hökmdar. Kral, bir sıra Avropa ölkələrinə dövlət idarə edən hökmdar. Bu formada biz cavablarımızı yazırıq. 4A. Qoşa samitlə bitən sözlərin deyilişi və yazılışı. Cümlələrdə fərqləndirilmiş sözləri kök və şəkilçiyə ayırın. Söz kökündəki dəyişiklik ilə bağlı mülahizələrinizi söyləyin. Uzun müddət rozet daşının sirrini açmaq heç kəsə müəssər olmadı. Şəhər Rozetta adlandığı üçün bu sirli daşa Rozetta daşı adı verildi. Deməli, burada bir dənə yadda saxla rubrikası var. Deyir ki, eyni cinsli qoşa samitlə bitən təkicalı sözlər. Eyni cinsli qoşa samitlə bitən təkicalı sözlərə samitlə başlanan şəkilçi artırdıqda sözün kökündəki qoşa samitlərdən biri düşür. Məsələn, fən, fənlər. Xət, qoşa T-dir, xətkeş biri düşdü. His, sözü istisnadır. Hisslər, SS olduğu kimi qaldı. Bu cür sözlər mürəkkəb sözün ikinci tərəfi olduqda da sonda bir samit yazılır. Xət, rəsm, xət. Deməli, deyir ki, indi kök və şəkilçiyə ayırın və söz kökündəki dəyişikliklərlə bağlı mülahizələrinizi söyləyin. Biz də burada deyirik ki, birinci sözdə, baxıram, birinci cümlədə sir sözündən söhbət edir. Sir, sirri, sirrini. Sözün kökündə qoşa er var. Sir sözünə samitlə başlanan şəkilçi artırdıqda söz kökündəki qoşa er samitlərindən biri düşür. Sirdən, sirlər. Saitlə başlayan şəkilçi artırdıqda isə olduğu kimi qalır sirrə, sirrin. Məsələn, verilən bu nümunədə sir sözünə nə artırılıb? İ artırılıb, sirri. Ona görə qoşa er olduğu kimi qalıb. Düşmə baş verməyib. Digərində isə, baxın, sirli. Erdən biri düşüb, samitlə gəldiyinə görə. Ona görə də
sait gələndə birincidə düşmə yoxdur, ikincidə isə düşmə var. B-yə baxırıq. Hansı cümlələrdə səhv yazılmış söz var? Cavabınızı əsaslandırın. Dağlardan gələn sel qarşısına çıxan bəndləri və sədləri uçururdu. Deməli, sədlər sözündə normalda səd qoşa D ilə yazılır. Özündən sonra samit gəldiyi zaman qoşa D-nin biri düşməli idi. Yəni, sədləri formasında olmalı idi. Qarşımızda elə bir səd çıxıb ki, qarşımıza. Onu keçmək asan olmayacaq. Burada hər hansı bir problem yoxdur. Düz yazılıb. Sözlərinə hədd qoymasan, kollektivdə hörmətdən düşəcəksən. Burada da yoxdur səhv. Bu ölkələrin sərhəddində tez-tez toqquşmalar baş verir. Sərhəd bir dənə D ilə yazılır. Sərhəddində olmalıdır. Qoşa D yox, sərhəddində bu formada. Birazdan tibb bacısı sənə dərman gətirəcək. Tibb bacısı qoşa B var burada. Tibb B. Bu formada yazılmalıydı. Yəni, yadda saxla rubrikası var. Deyir, müxtəlif qoşa samitlə bitən təkizalı sözlər. Müxtəlif cinsli qoşa samitlə bitən təkizalı sözlərin yazılışında bəzən səhvə yol verilir. Yanaşı gələn samitlərin arasında sait artırılır. Belə sözlərdən bəzilərinə samitlə başlanan şəkilçisi artırdıqda tələffüzə səs artımı baş verir. Hökümdar, hökümdar. Düzgün, üzür, yanlış, üzür. Qəsr, düzgün, qəsr, yanlış. Sehir, düzgün, sehirkar, yanlış. Rəhim, dil, düzgün, rəhimdil, yanlış. Təbii ki, bu hissədə verilənlər hər biri tələffüz formasıdır. Deməli, davam edirik C-dən. Lüğətdən istifadə etməklə verilmiş sözləri qruplaşdırın. Həpis, izin, meyil. 1 saatlə yazılanlar, 2 saatlə yazılanlar. Biz qeyd edirik 1 saatlə. Həbs sözündə burada sual işarəsinin yerinə hərf yoxdur. Hə, B, S olacaq. İzin sözündə baxın, i, z, i, burada bir dənə i yazılacaq. Meyil sözündə yenə m, e, y, i, l, i yazılacaq bura. Cəbr sözündə sual işarəsinin yerində hərf olmamalıdır. 1 saatlə yazılır. Qədir sözündə qədir olacaq. i ilə yazılmalıdır. Bu hissəyə qeyd eləmişik qədiri. Nəbz sözündə isiz, yəni burada heç bir hərf olmamalıdır. Hüzün sözündə burada heç bir hərf olmamalıdır. Nəbz, hüzün 1 saatlə yazılan sözlərdir. Səbir sözü i ilə yazılır. Bu hissəyə yazılacaq. Sədr sözündə isiz yazılacaq. Heç bir hərf yoxdur burada. Heyif sözü i ilə yazılır. Bura qeyd edirik. Nəsr sözü də bu hissədə hərf olmayacaq. Siz yenə C bəndini bu formada qeyd eləyə bilərsiniz. Tələffüz formasına verilmiş sözlərin düzgün yazılışını müəyyənləşdirin. Elmli, həcmcə, qeybdən, zəhimli, üzrxax, üzvlük. Siz də bu sözlərin yazılışını bu formada qeyd eləyə bilərsiniz. Elmli sözü yazılacaq elmli. Həcmcə burada i olmayacaq yazıda. Sadəcə həcmcə yazılır. Qeybdən sözü qeybdən olacaq. Zəhimli sözündə burada i yoxdur. Zəhm yazılır və li artırılır. Üzrxaxda burada ü yoxdur. Üzr sözündən gəlir və bir dənə də xah yazırıq bura. Daha sonra üzvlükdə yenə burada ü yoxdur. Söz üzv yazılır. Bir dənə də lük artırırıq. Bu formada yazılacaq. Bu sual bu bölməyə aid sonuncu sual idi. Səhifə 39-da yekunlaşdırdıq. Kanala abunə olaraq, videolarımızı bəyənib paylaşaraq bu tipli izahlardan faydalana bilərsiniz. Bundan sonraki bütün dərslərində sağ hissədə gördüyünüz formada davamlı olaraq yazılı izahlarını görəcəksiniz. Siz də rahat şəkildə öz qeydlərinizi götürə biləcəksiniz. Sağ olun, növbəti izahlarda görüşərik.